Hörmətli tamaşaçılar, Qərbi Azərbaycana doğru verilişində sizləri xoş gördük. Bu günlərdə Azərbaycanda mühüm bir hadisə baş verdi. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası paytaxt Bakı şəhərində keçirildi. Bu özlüyündə nə qədər tarixi hadisə idisə, bu forumda Azərbaycan prezidentinin çıxışı da bir o qədər tarixi hadisə idi. Buna mühüm bir məsələ nədən ibarət idi? Azərbaycan prezidenti tarixin müxtəlif dövrlərində, miladdan öncəki tariximizdən bugünə qədər gələn dövrlərdə dövlətçilik tariximizin ayrı-ayrı mərhələlərinə toxundu. Mövcud olan dövlətlərimizin paytaxt şəhərlərinin adlarını çəkdi. Məsələn, Albaniya dövrü Qəbələ paytaxt şəhəri kimi. Ondan sonra 12-ci əsrdə Atabəylər dövrü Əcəmi Naxçıvanın adını çəkdi. 7-ci əsr İslamdan dərhal sonra Şamaxı, Şirvanşahlar dövlətinin adını çəkməklə Şamaxının paytaxt olduğunu göstərdi. Yəni, Azərbaycan xalqının təqribən 2000 ildən çox tarixində olan şəhərsalma mədəniyyətini demək, dünyaya təqdim etmiş oldu. Amma eyni zamanda Azərbaycan prezidenti burada bir kontrast yaradaraq bizim şəhərlərimizin necə dağıldığı, erməni barbarları tərəfindən xalqımızın yaratdığı maddi mirasın, şəhərsalma mədəniyyətinin necə dağıdıldığından danışdı. Amma və nəhayət bu mərhələni bugün demək, yeni sıfırdan belə demək mümkündürsə salınan şəhərlərimiz kontekstində ən müasir şəhərsalma mədəniyyətinin Azərbaycan xalqının yaratmasından danışdı. Bu məsələlərə qısaca bir baxış edəcəyik. Dəyərli tamaşaçılar, qonağımız Milli Məclisin Komitə sədri, çox hörmətli Musa müəllim Quliyevdir. Musa müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Hansı xalq mədəniyyət yarada bilir, hansı xalq mədəniyyəti dağıdır və mədəniyyəti dağıdan xalqdırmı, yoxsa nədir? Buyurun. Çox sağ olun, hörmətli Hikmət müəllim. Birinci bu vacib verilişə məni dəvət etdiyinizə görə sizə təşəkkürümü bildirirəm və mövzu olduqca aktualdır və hesab edirəm ki, uzun müddət mövzu təkcə Azərbaycan mediasının deyil, dünya ictimaiyyətində həm marağını cəlb edəcək, həm də gündəmində olacaq bir mövzudur. Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi tarixi bir hadisədir. Bu əvvəla Azərbaycan dövlətinin dünya səviyyəsində imicinə verilən bir qiymətdir. Əldə etdiyimiz uğurlara verilən bir qiymətdir. Dünyanın Azərbaycan həqiqətlərini tanıması üçün, daha yaxından öyrənməsi üçün və təbliğ etməsi üçün daha böyük bir imkandır. Eyni zamanda Qərbi Zəngəzurda, Şərqi Zəngəzurda və Qarabağda yeni bir dünya yaradan, yeni bir cənnət və dünyanın ən müasir şəhərsalma belə deyəm, texnik texnologiyalarını tətbiq etməklə bir yenidən quran bir ölkədə keçirilməsi həm simvolik mənada, həm də tarixin həqiqətləri mənasında olduqca əhəmiyyətlidir. Forum olduqca yüksək səviyyədə təşkil olunmuşdu və cənab prezidentin oradakı çıxışı ilə forumun həm gedişi üçün, həm də mən hesab edirəm ki, növbəti 14-cü sessiyaya qədər bir yol xəritəsi oldu və sizin söylədiyiniz kimi cənab prezident Azərbaycanın belə bir foruma keçirmənin tarixi bir haqqı olduğunu da vurğulayaraq Azərbaycanın böyük mədəniyyətindən, o cümlədən tarixi şəhərsalma mədəniyyətindən yenə də oradakı qonaqlara geniş məlumat verdi, söhbət açdı və bir daha da xatırlatdı ki, Azərbaycan xalqı dünyanın ən qədim mədəni xalqlarından biridir. Ola bilər, xalq qədim ola bilər, amma mədəni olmaz. Barbar olar, vəhşi olar, dağıdan olar, yandıran olar. Xalqın yaşından asılı olmayaraq, onun başında dayanan, onun apardığı siyasət, onun həm də mədəniyyətini, onun həm də humanizmini, onun həm də bəşəriliyini müəyyən edir. Bu mənada forumun olduqca böyük əhəmiyyəti vardı və sizin də söylədiyiniz kimi, cənab prezidentin çıxışında bizim tarixi şəhərlərimizin adını çəkməsi və o şəhərlərin haqqında təkcə bir məlumat deyildi, həm də Azərbaycanın şəhərsalma mədəniyyəti. Ümumiyyətlə, mədəniyyət hardan başladı? Mədəniyyət şəhərlərin yaranmasından başladı və elə mədəniyyət sözü də şəhər sözünün sinonimi kimi qəbul olunur, bəli, qəbul olunur və oradan deməli mədəniyyətlə şəhərlərdə yaranar, amma ənənə şəklində kəndlərdə saxlanılır. Bu da çox vacib bir məsələdir. Və dünyada gedən bütün bu sosial, ictimai proseslər onu göstərir ki, artıq dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşayır.
bu tendensiya yaxın bir 30 ildə, 50 ildə də davam edəcəkdir. Və hələ ola bilsin ki, 80%-ə qədər gəldi çatdı şəhər və şəhər ətrafında yaşayan əhalinin sayı. Bu mənada şəhərlərin elə salınması lazımdır ki, insanlar üçün həm əlçatan olsun, forumda olan, qəbul olunan qətnamənin maddələrindən biri buydu. İnsanlar üçün əlçatan olsun, şəhər salamatlığını qorumuş olsun, şəhər infrastrukturu eyni zamanda təbiətlə çuğlaşmış olsun, təbiəti məhv etmə hesabına olmasın, təbiətə daha da yaxınlaşmış olsun və insan onu yaradan təbiətdən nə qədər uzaqlaşırsa, o qədər öz məhvinə gəlib çatır. Bu mənada forumun olduqca böyük əhəmiyyəti var. İkinci məsələ, mənə elə gəlir ki, həm də beynəlxalq ictimai rəyin, beynəlxalq informasiya məkanının diqqətinə təqdim etmək üçün strateji bir material idi, doğrudurmu? Yəni biz, baxın, Ağdam, Zəngilan, Kəlbəcər, Cəbrayıl və s. bütün şəhərlərimiz hamısı Xocalı, Xocavənd. Yəni burada bir yenidən Azərbaycan xalqı şəhər mədəniyyəti yaradır və birincisi bunun müasir texniki tərəfinə diqqət eləyək. Yəni ən müasir şəhərlər, çünki hamısını biz görürük ki, yaxın və orta müddətli, uzun müddətli perspektiv inkişaf layihələri hazırlanmaqla artıq şəhərlər salınır. Bu odur ki, biz qədim şəhərlərdə olan urbanizasiya problemi yaranarsa, biz ona artıq əvvəlcədən hazır olacaq. İkincisi, niyə dağılmışdı və biz bunu niyə salırıq? Bax, bu məsələ və xahiş edirəm toxunasınız. Elə ora mən gəlirdim, siz də məni qabaqladınız, görünür, eyni dalğada düşünürük, bu da onunla bağlıdır. Və 13-cü Dünya Şəhərsalma Forumunun Azərbaycanda təşkil olunmasının heç də təsadüfi olmamasını göstərən bir amil isə artıq bir 3 il bundan öncə Azərbaycanda Cənab Prezidentin sərəncamının Ağdam şəhərində ilk şəhərsalma forumunun keçirilməsi idi. Bu nəyi göstərir? Bu göstərir ki, Azərbaycan artıq öz torpaqlarını işğaldan azad edəndən sonra öz planlarını hazırlayıbdır və planlar çox uzun perspektivi nəzərdə tutan, bəlkə də əbədiyyətə qədər xalqımızın orada yaşaması üçün hər cür şəraitin yaradılması ilə bağlıdır. Və həm də doğru dediniz, şəhərlər niyə dağılmışdı? Şəhəri kim də öz-özünə dağılmadı ki? Şəhəri də dağıdan insandır, şəhəri quran da insandır. O şəhəri əvvəllər quranlar da insanıdır, amma onu dağıdanlar da təəssüf ki, sadəcə vəhşi insanlar. Məzuruf ki, insan deməyə onlara da. Amma bu insanların bu hərəkət etməyə, yəni insanlığa sığışmayan hərəkətə etməyinə də nə ad vermək olardı? Cənab Prezident vaxtında söyləmişdi. Xocalını törədənlərin adı bir adı var, faşizmidir. Erməni faşizmidir. Bəli. Və indi onlar hər halda hesab edirəm ki, dünya ictimaiyyəti də bunları görür və safçürük edir və uzun illər düzdür. Biz informasiya blokadasında qaldıq və uzun yadınızdadır Londer Heydər Əliyev hansı ölkəyə gedirdi, özü ilə xəritə aparırdı və dünyanın bütün o hansı ölkələrin liderləri ki, ermənipərəst, Qarabağın belə deyərdim ki, işğalına göz yuman, hətta bəzən dəstək verən açıq gizli ölkələrə göstərirdi ki, baxın görün Qarabağ haradadır, Ermənistan haradır, Azərbaycan haradır, torpaqlarımız işğal olunub. Bu şəhərsalma forumu isə artıq bütün dünyaya ən böyük ekranda göstərdi ki, bəli, bu torpaqların yiyəsi kimdir? Çünki torpağın yiyəsi onu qurandır, onu tikəndir, o şəhəri salandır. Şəhərin salan heç vaxt öz şəhərini, öz evini dağıtmaz. Biz ikimiz də Qərbi Azərbaycandan zamanında o köçün belə deyərdim, ağrılarını yaşamış insanlarıq. Məsələn, mənim doğulduğum Urut kəndində də, sizin doğulub yaşadığınız Ağbaba mahalında da heç kəs gələndə öz evini dağıtmadı, öz evini yandırmadı. Bir dənə ev qapını bağladıq, açarı götürdük, gəldik. Deyək ki, mal heyvanı, hətta itlərimizi buraxdıq azadlığa ki, siz hələ yaşayın, biz qayıdacaq o ümidlə. Amma Kəlbəcərdən gedən ermənilər gördünüz, üzr istəyirəm, unitazı da götürüb apardı və gedən evləri də yandırdı, getdi. İnsan öz evini yandırarmı? Deməli, özününki deyildi. Və mən 2006-cı ildə Uruda gedəndə, Uruda 2 səfər kitabında da o təəssüratımı yazdım ki, bizim babalarımız burada uzun illər, 200 il, 300 il yaşı olan cəviz ağaçları əkmişlər. Onun böyük məhsulları olurdu. 50 il, 60 il, 100 il yaşayan alma armud ağaçları əkmişlər. Mən getdim, gördüm. Bunlar hamısını kəsiblər, yerində kartof əkiblər, bostan əkiblər. Çünki onların gələn il orada yaşamağının ümidləri yoxdur. Oy, bu ilin məhsulunu götürək gedir. Bu mənada Qarabağı, Şərqi Zəngəzuru dağıdan da
kimdir artıq dünyaya bəllidir. Onu quran da kimdir və onu necə qururuq biz? Cənab Prezident, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyeva hər səfərlərində orada ya bir infrastrukturun təməlini qoyurlar, Bəli. ya da tikilib boya başa çatmış, gəlmiş evinmi, mənzilinmi, istehsalat obyektininmi, sosial obyektinmi lentini kəsirlər. Və bütün bunlar hamısı hansı səviyyədə qurulur, hansı səviyyədə tikilir? Ağıllı şəhər, ağıllı kənd ideyası Ağalı kəndindən başladı və bu ideya davam edir. Bu ideya insana xidmət edən bir ideyadır, müasirliyə çoxlaşan bir ideyadır, eyni zamanda təbiətlə insanın harmoniyasına xidmət edən bir ideyadır. Musa müəllim, çox sağ olun. Çox maraqlı bir yerdə söhbətimiz qutarır vaxt məhdudiyyətinə görə. Amma mən düşünürəm ki, gələn dəfə bir verilişimizə də vaxt tapıb gələsiniz və sizin bu fikirlərinin davamını növbəti verilişimizdə müzakirə edək sizlə bərabər, həm də dinləyicilərimizə təqdim edək. Gəldiyiniz üçün təşəkkür edirəm Musa müəllim. Çox sağ olun. Hörmətli tamaşaçılar, verilişimiz başa çatdı. Ümid edirəm ki, baş vermiş mühüm tarixi hadisəyə və xalqımızın yaşadığı keçmişə və onun gələcəyi ilə bağlı ümidlərə fərqli bir prizmadan baxa bildik. Sağ olun.